Hamıya salam, yeni videomda xoş gördüm sizləri. Necəsiz? Ümid edirəm ki, hər şey qaydasındadır. Məni soruşsanız, mən də yaxşıyam, amma yenə qab yumaqla məşğulam. Hər kəsin evində bitməyən o həmin iş. Burada əvvəl elə bildim ki, nəyisə düz eləməmişəm, sonra gördüm ki, yox, düz eləmişəm. Bura çıxıb silmək çox çətin olsa da bacardım. Əlimin çatdığı qədər yerləri silməyə çalışdım. İndi isə sizləri cənnətlə tanış edeyim. Bura mənim anamın həyətidir və anam tam bir təbiət aşiqidir. Balaca həyəti olmasına baxmayaraq o qədər gül çiçək əkir ki, ağaclar, hətta bəzi tərəvəzlərdən də əkir. O qədər gözəldir ki, təbiət, mən də çox sevirəm. Sağ olsun, anam burada mənim üçün yemək hazırlayırdı. Həmən yeməyin, yəni kotletin reseptini sizlərlə də bölüşmək istəyirəm. Deməli, əti ilk öncə soğanla birlikdə çəkib qovurursuz. Sonra üzərinə duz, istiot əlavə edirsiniz. Qovurandan sonra üzərinə qoz və yumurta əlavə edirsiniz. Onları birlikdə qarışdırıb qızğın tavaya əlavə edirsiniz. Deyəsən mənim əlavələrim çox oldu. O qədər dadlıdır ki, sizə necə başa salım bilmirəm. Həqiqətən də çox möhtəşəm halında əllərindən öpürəm anam, çox sağ ol. Burada sənə öz təşəkkürümü bildirirəm. Nə yaxşı ki, varsan və mənim anamsan. Allah dünyadan köçən bütün analara rəhmət eləsin, qalanlarına isə can sağlığı versin. Siz də göz haqqınızı halal eləyin. Allah hər kəsin süfrəsini bol bərəkətli, ruzulu eləsin inşallah. Burada gördüyünüz şor, xiyar, pomidor və kompotu da anam öz əlləri ilə hazırlayıb. Daha sonra biz yollandıq Masallı Mall mağazasına. Orada bəzi şeyləri çəkmək istədim. Düşündüm ki, burada yaşayan insanlar üçün faydalı olar. Çəkərkən biraz utanırdım. İnsanlar qəribə baxırdılar. Yəqin ki, alışmayıblar belə şeylərə. Amma bacardığım qədər çəkdim.
Geldi. Sizin için bu gözəlliyi çəkməsəydim olmazdı. Videonun bu hissələrində artıq sizlərlə sağollaşmaq istəyirəm. Gələn videolarda görüşmək ümidi ilə. Sağ olun, özünüzə yaxşı baxın və abunə olmağı unutmayın. Bəyənməyiniz, komment yazmağınız mənim üçün çox önəmlidir. Sağ olun, hələlik.